Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. Bilirsiniz ki, müəllimlər artıq biz start vermişik, yenidən mövzuları sizlərə təqdim edirik kurikulum üzrə və kurikulumdan miq və sertifikasiya hazırlaşan müəllimlərə biz hər zaman dəstək olmuşuq. Bu gün də eyni qaydanı davam etdiririk və əgər bu tip videolardan, yəni kurikulumdan çərçivə sənədində əlavə olunan mövzulardan siz xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı, eyni zamanda da sizlərə təqdim olunan videoları həmkarlarınızla bölüşməyi unutmayın. Bu günlərim sizlərə təqdim olunacaq mövzu sertifikasiyanın çərçivə sənədinə əlavə olunan müəllimlərin etik davranış qaydaları olacaqdır. Təbii ki, bu hal-hazırda təqdim olunan video sertifikasiya üçün keçərlidir. O demək deyil ki, miqlər üçün heç nə paylaşılmayacaq. Növbəti dərsimizdə isə miqlər çərçivə sənədinə əlavə olunan mövzulardan da sizlərə təqdim ediləcəkdir. Gəlin, vaxt itirmədən sertifikasiyanın çərçivə sənədinə daxil olan müəllimlərin etik davranış qaydaları haqqında daha geniş və ətraflı şəkildə danışaq. Ümumiyyətlə, görürsünüz, müəllimə ekranda da təqdim etmişəm. Ümumiyyətlə, sual verə bilərsiniz ki, etik davranış qaydaları nədir? Bu prinsiplər kimləri, hansı təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir? Niyə var bu etik davranış qaydaları? Gəlin birbaşa buradan giriş edək. Daha sonra isə prinsipləri haqqında danışarıq. Baxın müəllimlər, müəllim adının daşıyıcısıyıqsa, fərq yoxdur. Bu bağça müəllimi də ola bilər, ali təhsil müəssisələrində çalışan müəllim ola bilər, yəni orta məktəbdə də ola bilər və s. Müəllim adının daşıyıcısıyıqsa, biz hər yerdə bu etik davranış qaydaları keçərlidir. Bəs etik davranış qaydalarının əsas məqsədi nədir? Nəyə görə bu bizə təqdim olunur? Baxın, bu hissədə də bizə verir. Yəni, bunun əsas məqsədi təhsil müəssisələrində işgüzar nüfuzu qorumaq, sağlam emosional psixoloji mühitə təmin edilməsidir. Eyni zamanda təhsil müəssisəsində çalışanların fəaliyyətini, səmərəliliyini, şəffaflığını, eyni zamanda maraqların toqquşmasının qarşısını almaq məqsədi ilə təqdim edilmişdir. Və hər bir təhsil verən, hər bir müəllim, belə deyək müəllimlər, qanunin aliliyi, insanların hüquq, demokratik prinsiplərini rəhbər tutaraq etik davranış qaydalarına riayət etməyə borcludur. Yəni, biz buradan nə nəticə çıxardırıq? Etik davranış qaydalarına müəllim olaraq hər birimizin riayət etməsi borcumuzdur. Bəs hansı prinsiplər var müəllimlər? Gəlin, baxaq. İlk olaraq qanunsuzluq prinsipindən başlayırıq. Gəlin, tərifim verin, daha sonra isə daha sadə şəkildə izaha keçərik. İlk olaraq görürük biz burada qanunsuzluq prinsipini. Qanunsuzluq prinsipi bizə nə deyir? Təhsil verənin əmək funksiyasının icrası zamanı Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərinə əməl etməlidir. Yəni, qayda bizə bunu deyir. Yəni, biz buradan daha sadə, daha lori dilində belə deyim, izaha keçək. Nə deməkdir bu? Yəni, müəllimlər, baxın, bizim dövlətimiz tərəfindən qoyulan qaydalar var, qanunlar var. Və bu qayda qanunlara ilk riayət edən şəxs məhz müəllim olmalıdır. Məsələn, sadə bir misal gətirək. Bugünkü gün görə bilərsinizmi, hansısa bir müəllim miq imtahanından keçmədən gedib orta məktəbdə müəllim olaraq fəaliyyəti göstərsin? Xeyr, əlbəttə ki, bizim üçün qayda var, qanun var və bu qayda qanun bizə nə deyir? Deyir ki, get miq imtahanında, yəni qayda qanuna uyğun olaraq sənin pedaqoji təhsilin varsa, get imtahanını ver, yüksək balını topla və pedaqoji işini, təhsilini davam etdir. Yəni, baxın mənlə, qanunçuluq da məhz bizə dövlətin qoyduğu qayda qanunları, yəni burada çox qayda nümunə gətirmək olar. İndi mən bunu miq imtahanından keçmək sizə nümunə olaraq gətirdim təbii ki. Və dövlətimizin bizə qoyduğu qayda qanunlara riayət etməyimiz ilk olaraq müəllimlərin əlindədir. Müəllim olaraq ilk olaraq biz özümüz bunlara riayət etməliyik. Daha sonra müəllimlə vicdanlı davranışdan gəlin danışaq. Vicdanlı davranış bəs nədir? Vicdanlı davranış bizə deyir ki, təhsil verən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsil verən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
Vicdanlılıq nümunəsi olmalıdır müəllim. Yəni baxın biz nümunə olaraq nəyi hər zaman göstərmişik? Ən yaxşı bir şeyi nümunə göstərərik də. Məsəl üçün sinifimizdə ən çalışqan şagirdə həmişə nümunə olaraq göstəririk ki, filan şagirdimiz dərslərinə hər zaman çalışqandır, hər zaman hazırdır. Yəni baxın müəllimlər də biz özümüz o qədər vicdanlı hərəkət etməliyik ki, işimizə qarşı vicdanlılıq nümunəsi olaraq bizi təqdim etməlidirlər və eyni zamanda da vicdanlı davranış bizə onu deyir ki, bir şagirdi, bir övladı mənə əmanət ediblərsə, mən vicdanlı şəkildə onu öyrətməyə hazır olmalıyam. Yəni məsələn məktəb rəhbərliyi yanımdadır, məktəbdədir deyə mən dərsimi keçirəm. Amma məktəb rəhbərliyi gedəndən sonra rəhbərlik getdi. Mən kitab dəftəri qatlayım, qoyum qırağa ki, artıq dərsi keçirim. Yəni artıq bu vicdan məsələsidir və şagirdimə mən öyrədirəm nə isə. Və şagirdimə öyrətdiyim hər bir şeyi keyfiyyətlə, vicdanlı şəkildə öyrətməliyəm. Çünki o şagirdlərin hər birinin gələcəyi bizim əlimizdədir də. Müəllim olaraq biz özümüz şagirdlərimizə elə bir tərzdə dərsi keçməliyik ki, keyfiyyətli bir şəkildə olsun. Daha sonra loyallıq prinsipi var. Loyallıq bizə nə deyir? Təhsil verənin vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər müəssisənin, dövlət orqanlarının onların rəhbərliyi fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan, onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir, deyir. Təhsil verən öz fəaliyyəti ilə bağlı mediada, sosial şəbəkə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Bugünkü gün demək olar ki, müəllimlərimizin əksəriyyəti TikTok sosial şəbəkəsindən, Instagramdan, YouTube'dan, yəni hər birimiz istifadə edirik. Yəni hal-hazırda da sizlər də istifadəçi olaraq qarşısında əyləşib bu videoya baxırsınız müəllimlər. Amma bəzən daha çox kütlə, daha çox izləyicisi olan müəllimlərimiz də təbii ki az deyil. Bunlar sosial şəbəkədə hər hansı bir çıxışı edərkən elə bir tərzdə çıxış etməliyik ki, məktəbimizin adına, məktəbimizin nüfuzuna xələl gətirməsin. Baxın, bu hissə bizə deyir. Təhsil verən öz fəaliyyəti ilə bağlı mediada, sosial şəbəkə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olmuş qaydalara əməl etməlidir. Yəni məktəbimizin, çalışdığımız məktəb tərəfindən hər hansı bir qayda qanun qoyula bilər. Biz mütləq şəkildə o qaydalara əməl etməliyik. Eyni zamanda çalışdığı loyallıq prinsipi bununla kifayətlənmir təbii ki. Loyallıq prinsipi bizə çalışdığımız müəssisənin nüfuzunu hər zaman öndə tutmağı, məktəbin adına xələl gətirməyəcəyini bildirir. Daha sonra keçid edək mədəni davranış prinsipinə. Mədəni davranış görək bizə nədir? Prinsiplərimizdən biri də mədəni davranışdır. Təhsil verən təhsil prosesinin iştirakçıları ilə davranışda nəzakətli və təmkinli olmalıdır. Təhsil verən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı, onları dəyərləndirməlidir. Təhsil verənin xarici görkəmi və geyimi çalışdığı müəssisənin daxili intizam qaydalarına uyğun olmalıdır. İlk olaraq başlayaq, nəzakətli və təmkinli olmalıdır. Yəni bəzən müəllimlər əsəbləşə bilər. Yəni əsəbləşmək normal bir haldır, amma yenə də biz müəllim olaraq öz belə deyim də emosional zəka öyrənmişik axı biz. Emosional zəkamızı idarə etməyi bacarmalıyıq. Əsəblərimizi özünü idarə etmə komponentində. Bilməyənlər varsa bunu YouTube kanalında var, keçid edib baxa bilərlər. Yəni özünü idarə etmə komponenti, əsəb hissini, stresi, həyəcanı və s. idarə etməyi biz bacarmalıyıq. Şagirdlərimizlə danışarkən, valideynlə danışarkən və yaxud həmkarımızla danışarkən təmkinli, nəzakətli olmalıyıq. Daha sonra bizə deyir, iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı, onları dəyərləndirməli. Ola bilər ki, həmkarınız sizə yaxınlaşır, hər hansı bir təklifi bildirir və yaxud hər hansı bir iradı bildirir. Ola bilər ki, mən nəyisə doğru etmədim və iradım bildirdi. Hətta bu bizim valideynimiz ola bilər. Şagirdin anası gələr, hər hansı bir irad bizə bildirir. Mən həmin an aqressiv şəkildə valideynlə danışmalıyam. Xeyr, əlbəttə ki, yenə də valideyn və yaxud həmkarım mənə hər hansı bir iradı bildirirsə, mən onu tənqidi yanaşaraq nəyə görə bu fikirdə olduğunu qiymətləndirməliyəm, nəticə çıxartmalıyam. Hətta məktəb rəhbərliyi ola bilər ki, məni çağırar və hər hansı bir təklif irəli sürər ki,
Dərsin gedişatı belə olmalıdır və mən həmin an aqressiv aqressiya göstərməli deyiləm. Daha təmkinli, daha nəzakətlə danışaraq o mənə təklif olunan fikirdən, sözdən nəticə çıxartmalıyam və öz işimə də bu təbii ki, müsbət halda yansımalıdır. Təsvirlərin xarici görkəmi, geyimi, çalışdığı müəssisənin daxili intizam qaydalarına uyğun olmalıdır. Baxın, elə məktəblər var ki, özünün sırf forması olur, geyimi olur və təbii ki, olmasa belə müəllim ağ köynək, qara ətək, hətta bu tədris ili üçün düşünülür ki, müəllimlər üçün vahid bir forma keçid edəcəklər. Nə qədər doğrudur, nə qədər yanlışdır onu artıq deyə bilmərəm, amma belə bir söhbəti yəqin ki, eşitmişsiniz sizlər də. Yəni xarici görkəmlə müəllim hər zaman səliqəli olmalıdır, çox açıq şəkildə geyinməli deyil. Hətta bu kişi müəllimlərə də aiddir, səliqəli şəkildə geyimi olmalıdır. Daha sonra qərarsızlığa keçid edək. Müəllimlər qərarsızlıq nə deyir bizə? Təhsil verən vəzifəsini yerinə yetirərkən qərarsız olmalıdır. İrqinə, entik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dini münasibətinə, əqidəsinə, ictimai və ya siyasi mənsubiyyətinə görə təhsil alanların və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır deyir. Bir növ belə deyək də müəllimlər, bu şagirdlər arasında ayrı seçicilik etməməliyik, bu mənaya gəlir. Yəni davamında oxuyaq. Təhsil verən özünün və ya maraqlı şəxslərin mənafeyinin, vəzifəsi, funksiyasının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Baxın, elə qərarsızlıq prinsipi məhz bizi buna vadar edir ki, şagirdlər arasında fərq qoymaq. Şagirdin irqinə görə, biri ağdərilidir, biri qara dərilidir. İrqinə görə şagirdlər arasında fərq qoyma. Biri məsələn dinə münasibəti verir burada. Dinə münasibətinə görə dedikdə dinə münasibətinə görə biri müsəlmandır, biri xristiandır. Yenə uşağın o ailədən gəlir də dinə münasibəti. Yəni biz onlara artıq qarışa bilmərik, fərq qoya bilmərik ki, bu uşaq hansı dinə belə deyək də qəbul edibdir. Dilinə görə, cinsinə görə qızdır, oğlandır. Yəni bu kimi şeylərə biz cinsinə görə fərq qoymalı deyilik. Qərarsızlıq prinsipi də məhz bizə bunu deyir. Uşaqlar arasında bərabər imkanları qorumalıyıq, uşaqlar arasında ayrı seçkilik etməməliyik. Məhz qərarsızlıq prinsipində biz bunu öyrənmiş olduq. Daha sonra müəllimə keçid edək ictimai etimada. İctimai etimad bizə nə deyir? Təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Yəni bir müəllim olaraq biz çalışdığımız təhsil müəssisəsinin adını hər zaman uca tutmalıyıq. Hətta öz adımızı belə. Çünki biz müəllim adının daşıyıcısıyıq. Müəllim şərəf və öz adını, öz şərəf və ləyaqətini uca tutmağa borcludur. Təhsil verən etik davranış qaydaları onun tərəfindən pozulması nəticəsini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görülməlidir. Yəni ola bilər ki, xoşa gəlməyən bir hadisə baş veribdir. Yəni bu mən tərəfindən, mən müəllim tərəfindən baş veribsə, dərhal mən onu yerindəcə belə deyim, problemi həll etməliyəm. Yəni etik davranış qaydaları pozulubsa, onun yerindəcə dərhal aradan qaldırmağa çalışmalıyam. Təhsil verən çalışdığı təhsil müəssisəsinin, onun rəhbərliyin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru məlumat almasına köməklik göstərməlidir. Xatırladınızsa, biraz öncə loyallıq prinsipini danışarkən orada da media sözünü istifadə elədik, eyni zamanda da ictimai etimadda. Yəni hər ikisi sizi çaşdıra bilər testlərdə, test işləyən zamanda bu hissəyə diqqət yetirin. İctimai etimadda media gördük. Nə deyir? Yəni ola bilər ki, hər hansı bir jurnalist gəlib bizim məktəbə məlumat almaq istəyir. Məktəblə bağlı, məktəb daxili sualları var. Əgər mən müəllim olaraq o sualların cavabını bilirəmsə, cevablaya bilərəm. Yox, əgər mən həmin sualı, jurnalistin mənə təqdim elədiyi sualı mən bilmirəmsə, mən yalan məlumat verməli deyiləm. Yəni bu doğru hesab edilmir. İndi ictimai etimadda da dedik ki, media gördük. Biz orada olan media ilə ictimai etimadda bəs medianın fərqi nədir? Loyallıqda bizə deyir ki, müəllim əgər hər hansı bir sosial şəbəkədən istifadə edirsə, biz onu elə istifadə etməliyik ki, məktəbin qoyduğu qayda qanunlara zidd olmasın və məktəbimizin adına nüfuzuna bir xələl gətirə biləcək hərəkətlərə yol verməməliyik. Amma ictimai etimadda bizə təqdim edilən mediada deyir ki, hər hansı bir jurnalist gəlib, kimsə gəlib bizdən sual soruşursa,
olursa, yəni bu ictimaiyyətə açıqlanacaqdır. Mən həmin sualı bilmirəmsə, yəni cavablamalı deyiləm. Yəni məcbur deyiləm də bilmədiyim halda yalan nə isə qarşı tərəfə ötürüm. Yəni bu da doğru hal hesab edilmir və ictimai etimadın pozulması ilə nəticələnir. Daha sonra insanların hüquq, azadlıq və qanun maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuza hörmət. Mən bunu hər dəfə adı geniş olduğuna görə dərsində də olan müəllimlər bilir ki, qısaca olaraq deyirəm ki, insan hüquqlarına hörmət prinsipi. Yəni bu bizim 7-ci prinsipimizdir. 7-ci prinsipin qısaca olaraq adını səsləndirəcəm. İnsan hüquqlarına hörmət prinsipi. Bu prinsip bizə nə deyir? Təhsil verən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzu ləkələyə biləcək qərar qəbul etməməli və hərəkətlərə yol verməməlidir. Yəni biz buradan nə nəticə çıxartdıq? Nə deyir bu cümlə bizə müəllimlər? Yəni biz buradan nəticəyə gəlirik ki, hər bir şagirdin hüququ var, hər bir şagirdin azadlığı var. Eyni zamanda biz şagirdimizin nüfuzuna xələl gətirə biləcək, yəni daha doğrusu şərəf və ləyaqətini alçadacaq heç bir hərəkətlərə yol verməməliyik, ifadələr istifadə etməməliyik. Eyni zamanda təhsil verən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsil alanlar, onların valideynləri və ya digər qanuni nümayəndələrin, habelə həmkarların şəxsi həyatı barədə onlara məlum olan informasiyanın məxfiliyini təmin etməlidir. Yəni müəllim olaraq mən bilirəm ki, şagirdimin atası məsələn deyək ki, məhbus həyatı yaşayır. Və biz bunu sinif ortamında deməli deyilik. Müəllim olaraq mən onun məxfiliyini təmin etməliyəm. Və yaxud valideyn gəlir mənə evdə hər hansı bir ailədaxili problemi ola bilər. Onu danışırsa, mən bunu digər valideynin yanında bildirməli deyiləm. Həmkarımdır, gəlir mənə hər hansı bir sözünü deyir. Mən onu şagirdlərin yanında deməli deyiləm. Yəni biz burada nəyi öyrənirik? Məxfiliyi təmin etməlidir müəllim. Müəllim həmkarı haqqında, şagirdi haqqında, valideyni haqqında hər hansı bir kəlməni bilirsə, onun gizliliyini də təmin etməyi bacarmalıdır. Təhsil verən vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidməti məlumatların məxfiliyi qorumaq. Baxın, xidməti məlumatlar deyir burada. Öz işimizlə bağlı olan bir nüanslar da ola bilər ki, onların məxfiliyini biz qorumağı bacarmalıyıq. İctimailəşdirməməli, özünü və digər şəxslərin mənafiyi üçün istifadə etməli deyil. Yenə də biz bunu öyrənirik insanların nüfuzuna hörmət prinsipində. Bu bizim etik davranış qaydalarında müəllimlər və etik davranış qaydalarının prinsiplərini, 7 prinsipini sizə daha geniş şəkildə izah verməyə çalışdım. Güman edirəm, izah sizə aydın oldu. Əgər bu tip videoların davamlı olmasını istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Eyni zamanda da ətrafınızda setkasiya hazırlaşan müəllimlər varsa, bu videonu onlara göndərməyiniz faydalı olacaqdır. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.